1985-ci il. Sovet Sosialist Respublikaları İttifaqı, Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSR Ali Soveti Rəyasət Heyətinin sədri Çernenko vəfat edir. Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunda çoxluq bu fikirdədir ki, ölkəni durğunluq və iqtisadi böhrandan çıxara biləcək yeganə namizəd, siyasi büronun üzvü, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Heydər Əliyevdir. SSR-nin və onun dayağı olan Rusiyanın şovinist establishmenti ölkə rəhbərliyinə Azərbaycanın gəlməsinə imkan vermir və bu vəzifəyə tələsik şəkildə siyasi büronun digər üzvü Mikhail Gorbaçovu təyin edir. Mikhail Gorbaçovun hakimiyyətə gəlişi, glasnost, aşkarlıq və perestroyka, yenidən qurma kimi şüarlarla müşahidə olunur. Lakin bu şüarlar ölkədəki iqtisadi fəlakətin, SSR-nin dağıdılmasının, respublikaların mərkəzdən ayrılma və müstəqil ölkə yaratmaq arzusunun qarşısını ala bilmir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə silahlanıb SSR daxilində azadlıq və müstəqillik tərəfdarlarını aşkarlamaq, ittifaqın nüfuzunu bərpa etmək və onu zorla yenidən qurmaq məqsədi ilə Mikhail Gorbaçov bir neçə Şərqi Avropa ölkəsinin müstəqilliyinə şərait yaradır, böyük Alman divarının yıxılmasına və Alman xalqının birləşməsinə imkan verir. Həmin illərdə müstəqillik istəyən Sovet Respublikaları xalqlarına qarşı qırmızı terror başlanır. Bu terrorun əleyhinə çıxış edən Sovet İttifaqı Komünist Partiyası siyasi bürosunun bir qrup vəzifəli şəxsi başda Heydər Əliyev olmaqla vəzifədən uzaqlaşdırılıb, ev dustaq edilir. KGB-nin mərkəzi aparatı Mikhail Gorbaçovun əmri ilə ittifaqın üzərində nəzarəti gücləndirmək və respublikaları mərkəzdən asılı saxlamaq məqsədi ilə xalqlar arası ədavət və torpaq iddiaları məsələlərini meydana çıxarır. 1988-ci ildən başlayaraq Litvada Litva milləti ilə Ruslar arasında, Gürcüstanda Gürcü milləti ilə Abxazlar və Asetinlər arasında, Özbəkistanda Fars mənşəli özbəklərlə Məsəti türkləri arasında, Moldovada Moldavanlar və Dnesryanlı Ruslar arasında, Azərbaycanda Azərbaycan milləti ilə ermənilər arasında, milli zəmində süni sürətlə qızışdırılmış münaqişələr başlayır. Aç üzünü, aç, saxla elə. Çətin də olsa saxla bilirəm, çətindir. Və nəticədə ümumilikdə 100 mindən çox adam ölür və 2 milyondan çox insan öz yurdundan didərgə düşür. Uzun illərdən bəri qızışdırılan Azərbaycan-Ermənistan müharibəsi 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, bugün də gizli və açıq şəkildə davam edir. Biz Robert Koçaryan və onun rüşvətxor, quldur, böyük erməni xalqının qanını içən dəstəsindən azad olmalıyıq. Və bu işi artıq sabaha qoymaq olmaz. Reis, hərəkətə keçmək lazımdır. Artıq prezidenti söyməyə başlayıblar. Vaxtdır, nəyə gözləyirik? Demokratlar bunu söyüş yox, tənqid adlandırırlar. Bir də ki, təzə heç bir şey demirlər ki, təhlükəli deyil. Qoy əylənsinlər. Bizə deyirdilər, Azərbaycan bizim düşmənimizdir. Hər an onun hücumlarına məruz qala bilərik. Amma bugün biz başqa şeyin şahidiyik. Azərbaycan regionda ən güclü dövlətdir və yüksək sürətlə inkişaf edir. Artıq onların yalnız hərbi büdcəsi bütün Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycanın heç bizlə işi yoxdur. Oturub özlərinə avtobanlar, dəmir yolu, yeni binalar tikirlər. Neftdən, qazdan milyonlar qazanırlar. Bax, bu ifadələr artıq təhlükəlidir. İndi başlamaq lazımdır. Kəsin bu uğraşın səsini. Atəş. Birinci bu danışan satqını yığışdırın. Sonra ona qulaq asan qoyunlara atəş. Atəş. Bizə deyirlər, Qarabağ almışıq. Kimə lazımdır bu Qarabağ? Koçaryana və onun canavarlarına. Qarabağa yardım adı ilə dövlət büdcəsindən milyonlarla dollar köçürdürlər özlərinin xarici hesablarına. Azad ol, bu oğrulardan, ey ac yalavac,
Günü-gündən zəifləyən böyük Ermənistan. Eşitmədiniz məni? Atəş. Təcili hərəkət eləməliyik. Cənab general, polislər atəş açmaqdan imtina edir. Qəbul. Nə? Təcili bizimkiləri çıxardın meydana. Tabi olmayan polisləri dərhal güllələyin. Kimdir burada əmrə tabi olmayan? Cənab general, axı onlar bizim qardaş bacılarımızdır. Onlara necə atəş açar? Daha kimin sözü var? Bu satqını yığışdırın buradan. Raport hazırlayın ki, mitingçilər polisə atəş açdı. Nə durmusunuz? Mövqelərə çıxın. Yerlərinizi tutun və mənim əmrimi gözləyin. Yarım saatdan sonra bu meydan təmiz olsun. İstəyirsən bu küçüklərin hamısını güllələr. Atuz, mən 101-əm. Qüvvəni topla və dərhal geriyə. İkinci mövqeyə çəkilin. Qəbul. Əmr aldım. Polislər geri çəkilən kimi atəş açın. Geriyə. Hə qızlar, hazırlaşın, biraz rəqs edəcəyik. Ateşi tək-tək aparın. Yaralı və əsir qalmamalıdır. Qarabağ uğrunda. Ateş. Mən bilirdim ki, bunun öhdəsindən yalnız sən gələcəksən. Neçə nəfər? Darıxma. Onsuz da ölüm itim dünyasıdır. Bizim işimizdə qurbansız keçinmək olmur. Hesab eləyək ki, 20-30 milli satqın azalıb. Bunun nəyi pisdir? Yaxşı. Belə elə. Zibilqan maşını çağırtır, sabaha qədər bu zibili küçələrdən yığışdırsınlar. Bizim uşaqları isə təcili geriyə yolla. Arslaxa, özünsə getmə. Bizim burada hələ görüləsi işlərimiz var. Yaxşı. Bax belə, mənim böyük qardaşım Vladimir. Artıq miting yoxdur. Bilirsiniz ki, mən peşəkar hərbiçiyəm. Sizə qulaq asmayıb, bunu birinci gündən eləsəydim, heç problem belə olmazdı. Bu alçaqlar yalnız silah gücünü başa düşürlər. Sizin bu diplomatiya oyunlarınızsa mənə çox baha başa gəlir. Bilirsinizmi, Robert, mənim balaca qardaşım? Biz artıq 21-ci əsrdə yaşayırıq və bu zəmanədə öz doğmaca xalqını heç bir prezident güllələmir. Sözsüz ki, söhbət sizin xalqınızdan gedirsə. Düz deyirsiniz, mənim humanist qardaşım. 21-ci əsrdə xalqı güllələmək düzgün deyil. Onu sizin təbirinizcə soğan kimi soyub, zindanlara atmaq və ya tanklarla əzmək lazımdır. Volodya, axı niyə biz sizin Amerika ilə oyunlarınızın qurbanı olmalıyıq? Siz Gürcüstanda Saakashvilinin seçkilərini dağıtmasaydınız, onlar da bizə burada bu boyda əngəl törətməzdilər. Nə yapışmısınız bu Saakashvilidən?
Bizə və sizə od vurub yandıra biləcək şey portağal şirəsi deyil, neftdir. Neft. Deyilənlərə görə Saakashvili hətta tualet kağızı yerinə faks aparatından istifadə edir ki, orada da Amerikadan təlimat alsın. Axı niyə başa düşmək istəmirsiniz? Siz onu və ümumiyyətlə Gürcüstanı artıq itirmişsiniz. Bir dəfəlik. Növbədə Azərbaycandır. Biz heç nə itirməmişik. Sadəcə olaraq bəzi şeyləri müəyyən qiymətə müvəqqəti istifadəyə vermişik. Müvəqqəti? Axı bu müddətdə Azərbaycanın nefti tükənə bilər. Eşidirəm. Deməli belə, mənim hər şeydən xəbərim var. Sizə 20 gün vaxt verirəm ki, bu vətən xainlərinin hamısını tutasınız və onlardan lazım olan məlumatları çıxarasınız. Bir də təcili komendant saatı elan eləyin və bütün şübhəliləri zindanlara atın. Araşdırmaları sonra apararıq. Yox, təşkilatçıları Şuşa türməsinə atın. Şuşada hamı bülbül kimi oxumağa başlayır. Digərlərini isə yerli zindanlara. Bir də Zoriki tapın. Sabah səhər saat 10-da mənim bağımda olsun. Sizi də səhər bağıma dəvət edirəm. Bugün çox ağır gün oldu. Amma hər şey yaxşı qutardı. Sabaha qədər. Gecəniz xeyrə qalsın. İcazəsiz miting keçirən nümayişçilər odlu silahdan polislərə atəş açmışdı. Nəticədə ölən və yaralananlar var. Şəhərdə qanun-qayda yaratmaq, habelə dinc əhalinin həyatını qorumaq məqsədi ilə Ermənistan prezidentinin fərmanı ilə 20 günlük komendant saatı elan olunur. Eləməyin, eləməyin. Aparmayın, əmi. Aparmayın. Eləməyin. Ana. Bugün Qafqazda diqqəti Azərbaycana yönəltmək lazımdır. Kim Azərbaycana sahib çıxsa, həmin qüvvə bütün Qafqaza sahib olacaq. Darıxma qardaşım. Biz hər şeyi nəzarətdə saxlayırıq. Bizim üçün Gürcüstandakı prezident seçkiləri bir məşq idi. Düşünürəm ki, Amerikanlılar üçün də Ermənistandakı hadisələr məşq rol oynayırdı. Onlar çox gözəl bilirdilər ki, biz sizi müdafiə edəcəyik. Bu məşqlərin əsas hədəfi Azərbaycandakı prezident seçkiləridir. İnanmıram ki, orada bir problem olsun. Onları da Amerika müdafiə edəcək. Onların orada böyük sərmayələri var. Yox, bu belə deyil. Nə qədər qəribə olsa da, Azərbaycan bugün heç kimə məxsus deyil. Onların bizlə də, Amerika ilə də, hətta İranla da yaxşı münasibətləri var. Siyasi dildə bu dövlətin tam müstəqilliyi kimi təyin olunur. Bu kursun özülünü hələ Heydər Əliyev qoymuşdu. Və onun oğlu İlham bu siyasəti davam etdirmək üçün bugün əlindən gələni edir. Yenə mən deyənə gəldiniz. Bugün problem nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycandır. Əsas problem İlham Əliyevdir və onu tezliklə siyasi arenadan yığışdırmaqla siz Qafqazda hökmranlığınızı tam bərpa edə bilərsiniz. Qorxuram ki, problem tək İlhamda deyil. Azərbaycanlılar bir xalq olaraq
müstəqilliyə artıq alışıblar. Düşünürəm ki, İlham Əliyevin yerinə gələn adam, biz elə eləməliyik ki, onun yerinə bizim adam gəlsin. Məncə gücünüzü belə şeylərə sərf eləməlisiniz. Yoxsa yapışmısınız bu Gürcüstandan. Sözdə adam oxşayırsan. Bəs ictimai rəylə nə eləyəcəksiniz? İlham Əliyev Azərbaycanlıların biznes elitası və ümumiyyətlə xalq arasında kifayət qədər nüfuzu var. Bugün ictimai rəy mətbuatdan asılıdır. Bizim və bildiyimə görə elə sizin də Azərbaycan mətbuatında çoxlu dostlarımız, qohum qardaşımız var. Və bundan əlavə Əliyevlərə nifrət eləyənləri də nəzərdən qaçırmaq lazım deyil. Bax, onların da bizə faydası dəyə bilər. Etiraf edirəm. Amma mən bilən bugün Azərbaycanda İlhamın yerini tuta biləcək nüfuzlu bir figur yoxdur. Bax, burada səhviniz var. Azərbaycanlılara bugün yalnız bir şey lazımdır. O da Qarabağ və əsl milli qəhrəman. Prezident ola biləcək nüfuzlu figur məhz bu sahədə qələbə əldə edə bilən adam olacaq. Olmaya Qarabağı verməyə hazırlaşırıq. Qarabağı? Niyə də yox? Qarabağ da özünə görə bir maldır. Yalnız strateji. Və hər bir şey kimi o da satılır. Sadəcə olaraq, bugünədək heç kim mənə onun layiqli qiymətini verməyib. Bu artıq dərəcədə maraqlı siyasi bəyanatdır. Zəhmət olmasa, Qarabağın bugünkü hərraclardakı qiymətini bizə də açıqlayardınız. Qarabağın qiyməti Azərbaycan. Elə bu? Bəli. Azərbaycan onun bütün təbii sərvətləri ilə birlikdə. Bu küt türklərin başı Qarabağa ilə qarışıb ki, onlara oradan bir balaca pay da versən, bütün Azərbaycanı sənə özləri təhvil verərlər. Çox maraqlı doktrinadır. Mən bir yeni seçilmiş prezident kimi bu haqda daha dolğun məlumat ala bilərəm. Bəli, sən yeni seçilmiş prezidentsən, amma nəyin prezidentisən? Bizim erməni diasporası bizi artıq maliyyələşdirmir. Daha doğrusu, bizim müxalifəti maliyyələşdirir. İqtisadiyyatımız günü-gündən zəifləyir. Qorxaq ziyalılarımız və nüfuzlu biznesmenlərimiz xaricə qaçıblar. Bunlardan əlavə, bu İlham Əliyevə görə biz bir ölkə kimi regiondakı bütün çox milyonlu layihələrdən kənarda qalmışıq. Böyük qardaşımızsa bizə yalnız silah və sursat verir. Onu da yağ çörək eləyib yemək olmaz. Belə təəssürat yaranır ki, sizin tam şəkildə təfərrüatları ilə hazırlanmış planınız var. Sualıma görə üzr istəyirəm. Bəs niyə bu kamil planınızı bugünə qədər həyata keçirməmisiniz? Mən sizin hərəkətlərinizi gözləyirdim. Dəyməz, bu mənim borcumdur. Siz Azərbaycanlısınız? Bəs siz hardan bildiniz mən Azərbaycanlıyam? Bunu bilməyə nə var ki? Bütün gözəl qızlar Azərbaycandandır. Təşəkkür edirəm. Buyurun. Nəsə istəyirsiniz? Bəli, qazlı sos sadəcə. Xahiş edirəm. Xeyr ola, Vaşinqtonda nə işlə məşğul edirsiniz? Azərbaycan səfirliyində Xocalı soyqırımı ilə əlaqədar bir sərgi keçirtdik. Ondan sonra bu sərgini çox nüfuzlu fondlarında da
təşkil elədik. Mən də bu missiyanın bir əskəriyəm. Doğrudan. Amma mənim heç xəbərim olmayıb. Bilsəydim mən də gələrdim. Bəs siz nə işlə məşğul idiniz? Zahiri görünüşünüzdən idmançıya oxşayırsınız. Xeyr. Mən burada elmi konferansda iştirak eləmək üçün gəlmişdim. Deməli, elmlə məşğulsuz. Sir deyilsə, ixtisasınız nədir? Psixoloqam. Yəni insanların qeyri-adi, anormal hərəkətlərini tədqiq edirəm. Yəqin ki, mənim hərəkətlərimdə qeyri-adi bir şey görmədiniz. Niyə ki? Sizin kimi gözəl bir qızın mənim yanımda əyləşməsi və mənlə şirin söhbət eləməsinin özü də qeyri-adi bir haldır. Xanım, zəhmət olmasa bir yastıq və yorğanca gətirin. Siz də istəyirsiniz? Xeyr. Düşünürəm ki, biri bizim ikimizə kifayət eləyər. Doğrudandır. Bir də ki, sizin tədqiqatlar üçün gözəl material olar. Qeyri-adi material. Yolumuz uzundur. Gəlin tanış olaq. Adım Natəvandır. Mənimsə adım Əlidir. Subayam. Bakıda 3 otaqlı mənzilim var. Telefon nömrəm də 231-05-01. Обратите внимание, Bir baxın, Новороссийский нефтопровод sizin Novorossiysk neft kəməri demək olar ki, artıq işləmir və bütün Qazaxıstan, Türkmənistan nefti və qazı artıq Rusiya yox, Azərbaycan və Türkiyə ərazisi ilə Avropaya nəql olunur. Və bu da Azərbaycanı daha da zəngin və qüvvətli bir dövlət edir. Onu da unutmaq lazım deyil ki, artıq bütün Avropa və Amerika onları göz bəbəyi kimi qoruyacaq. Və ən çoxu bir ildən sonra biz onlara heç bir şey eləyə bilməyəcəyik. Yavaş-yavaş İlham Əliyev Avropanın qaz bazarında öz yerini möhkəmləndirir. Onlar artıq Yunanistana da qaz satmağa başlayıblar. Mən hələ Avropaya gedən bir neçə yeni neft və qaz kəmərlərindən danışmıram. Rumıniya, Bolqaristan, Polşa, İsveçrə və sair ölkələrin prezidentləri İlhamla görüşmək üçün növbəyə dururlar. Elə Rusiyanın prezidenti də istisna deyil. Hamı neft və qaz istəyir. İndi başa düşdünüz ki, məhz indi hərəkət etməyin vaxtıdır. Sabah artıq gec ola bilər. Mən çox gözəl bilirəm ki, sizin Azərbaycan müxalifəti və iqtidarı sıralarında öz adamlarınız var. Mənim bildiyimə görə elə sizin də orada adamlarınız az deyil. Hətta o da ola bilər ki, biz eyni adam haqqında danışırıq. O da ola bilər. Lakin bizim, yəni erməni xalqının artıq vaxtı yoxdur. Elə sizin də. Vəziyyət gərgindir. Azərbaycanda keçiriləcək prezident seçkiləri bizim sonuncu ümidimizdir. Nə təklif edirsiniz? Təklif edirəm, bu adını çəkmədiyimiz, amma ikimizin də yaxşı tanıdığımız adamı bu seçkilərdə Azərbaycanın prezidenti eləyək. Seçki qabağı vəziyyəti gərginləşdirmək üçün biz Qarabağda hərbi əməliyyatlara başlayacağıq. Və İlham Əliyevin seçkilərdə özünə xalq qazanmaq məqsədi ilə hücuma keçdiyini bəyan edərik. Lakin bu hücum iflasa uğrayacaq. Bizim və sizin Azərbaycandakı kütləvi informasiya vasitələri bu məlumatları bizə lazım olan tərzdə yayacaq. Biz isə öz növbəmizdə elə Azərbaycan mətbuatına istinadən bu faktları bütün dünyaya çatdırarıq. Yəqin ki,
Azərbaycanlıların hücumu zamanı dinc erməni əhalisi də qırılmalıdır. Mən peşəkar təlimatçı kimi təklif edirəm ki, erməni meyitlərini xaricə, Azərbaycanlı meyitlərini isə Azərbaycanlılara göstərək. Bəli, tamamilə doğrudur. İnanıram ki, bunu səndən yaxşı heç kim təşkil eləyə bilməz. Yaxşı olar ki, İlham Əliyevin siyasətinin əleyhinə bu zaman şimalda ləzgilər də aktivləşsinlər. Sizin Sadval çoxlu səs-küy qaldırıb diqqəti yayındıra bilər. Bəs Qarabağ necə olacaq? Qarabağda bizim yeni seçilmiş Azərbaycan prezidenti əməliyyata başlayıb bir neçə kəndi, hətta biz ona imkan versək, bütöv bir rayonu geri alacaq. Və bütün Azərbaycan ona atalıq qayğısına görə təşəkkürünü bildirəcək. Sonra isə Minsk qrupu və digərləri prosesə qoşulacaq və onların irəliləyişinin qarşısını alacaq. Qoy biraz da güllələri, mərmiləri, qeyrətli oğulları azalsın. Azərbaycanda nə qədər çox biqeyrət və rüşvətxor qalsa, bizə onları idarə etmək o qədər də asan olacaq. Слушаю. Eşidirəm. Очень хорошо. Çox gözəl. Pus подождет. Qoy gözləsin. Mən onu dəvət eləyəcəm. Hər şeyi başa düşdüm. Lakin bir sual məni rahat buraxmır. Bəs İlham Əliyev necə olacaq? İnanmıram ki, o ondan qabaq olan prezidentlər kimi Azərbaycandan qaçsın. Elə bu da onun bədbəxtliyidir. Biz onu fiziki ləğv eləyəcəyik. Babayanı dəvət eləyin. Cənab Başkomandan, General Babayan sizin əmrinizlə gəldi. Necəsən, qardaşım? Çoxdandır səni görmürəm. Heç dəyişməmisən. Təşəkkür edirəm, Cənab Başkomandan. Arslaqda vəziyyət necədir? Hər şey yaxşıdır. Amma hamı sizə görə narahatdır. Təşəkkür edirəm ki, dərhal gəldin. Əməliyyatı yüksək səviyyədə keçirdiyinə görə sənə minnətdaram. Elə şeylər var ki, onları mən yalnız qardaşlarıma tapşıra bilirəm. Bu çox ciddi əməliyyatdır. Və dünən gördüyün iş onun yalnız 10%-ni təşkil edir. Cənab Başkomandan, siz bilirsiniz ki, biz hamımız sizə görə hər an ölməyə hazırıq. Bəli, bilirəm. Amma siz hamınız mənə və böyük Ermənistana sağ və salamat lazımsınız. Serj sənə hər şeyi başa salacaq və lazımi təlimatları verəcək. İndi isə get və özündən müğayət ol. Əminəm ki, bu əməliyyatı müvəffəqiyyətlə sona çatdıracaqsan. Hər şey bitdikdən sonra mən səni burada, Yerevanda gözləyəcəm. Burada sənin üçün mühüm bir yer hazırlamışam. Düşünürəm ki, artıq sənin dincəlmək vaxtın çatıb. Fərağat, cənab general, tağım əmrinizə hazırdır. Azad. Sən mənim yerimə qalırsan. Sözün düzü, əməliyyat çox çətindir. Heç bilmirəm, bir də görüşəcəyik ya yox. O necə əməliyyatdır ki, atəşkəs rejimində oradan sağ qayıtmaya bilərsən. İkincisi, mən səni tək buraxmayacam. Gizləmə, bu birincinin əmridir. Tək etməliyəm. Axı bu nə əməliyyatdır, harada baş verəcək və sən nə eləməlisən? Heç. Bakıda mövqe tapmaq üçün 3 binadan birinin çardağını seçməliyəm. Bəyəm, Bakı bizdədir ki, biz orada mövqe qururuq? Yox. Bu dəfə hər şey əksinə olmalıdır. Əvvəl mövqe qurulacaq, sonra isə Bakıda, Azərbaycan da bizim olacaq.
Vakfım Ermenikandım. Bakıda Erməni kənddəki kafedə çay dəstgahlarımız yəqin ki yadındadır. Qoşkindum. Şad kuzeye doları veredardan. Çox istərdim o günləri qaytarım. Asmım yediyerek dinç. Dediyim bu iş evdən birinin çardağında mövqe qurub, seçki günü İlham Əliyevi vurmalıyam. Başa düşmürəm, niyə bu əməliyyat üçün Robert məhz məni seçdi? Doğrusu başa düşürəm. O indi bizim kimlərlə oturub durmur. Sezlə birlikdə tərtəmiz demokrat olmaq üçün əllərinin qanını yumaq və bütün izləri silmək istəyir. Avropa Şurasına söz veriblər ki, yaxın zamanda Yerevandakı dinç nümayişçiləri atəş açanlara yaxalayıb cəzalandıracaqlar. Odur ki, inanmıram mən oradan sağ qaydım. Onda niyə gedirsən? Getmə, qal burada, bizlə. Onu biz hakimiyyətə gətirmişik. Lazım olsa, elə biz də yığışdıra bilərik. Boş-boş danışma. Bizim vaxtımız keçib. Bizi istifadə olunmuş prezervativ kimi hamımızı raskoda buraxacaqlar. Sən belə elə. Ağdamdan, Şuşadan yığdığımız qırqızılı götür. Ailələrimizlə birlikdə çıx aradan İrana. Oradan hər yerə gedə bilərsən. Mənsə bu əməliyyatı yerinə yetirim. Onları hürkütməyim. Bu vaxt sənə bütün tədarükü görməyə imkan verər. Bir də ki, mənim əlimə Azərbaycan prezidentini vurmaq şansı bir də nə vaxt düşəcək? Əməliyyat nə zaman başlamalıdır? Elə indi. Leytinant! Leytinant! Bugünkü təlimlərə hazırlaşmasınız? Həmişə hazırıq, cənab general. Amma hədəflər barədə dəqiq məlumatımız yoxdur. Bu adamları və texnikanı görürsən? Bəli, cənab general. 7 dəqiqə ərzində onlar hamısı ləğv olunmalıdır. Cənab general, axı bu Azərbaycan kəndləridir və iki tərəfli razılaşma nəticəsində onlar zəmində sərbəst işləyə bilərlər. Mənsə deyirəm ki, bu düşmən kəşfiyyatçılarıdır və bu traktorlar onların tanklarıdır. Əskər, sənin 7 dəqiqə vaxtın var. Hər sağ qalan kəndliyə bir barmağını kəsəcəm. Tez şəkilləri çək və məqalə ilə birlikdə e-mail ilə dostuna göndər. Atəş! Sizcə təcili surətdə buranı tərk eləməlisiniz. Birinci saniyə Azərbaycanlılar buranı topla işləyəcəklər. Getdik. Əziz dostum, söz verdiyim kimi sensasiyon məlumat göndərirəm. Bu hazır məqalədir, olduğu kimi dərc eləməlisən. Şəkillər fayla əlavə edilib. Bütün dünya ictimaiyyətinin diqqəti prezident seçkisi ərəfəsində olan Azərbaycandadır. Respublikanın indiki dövlət başçısı, prezidentliyə ikinci dəfə namizəd İlham Əliyev isə daha çox seçki qabağı dividend qazanmaq və xalq toplamaq üçün Qarabağ kartlarından istifadə etmək qərarına gəlib. Belə ki, məlumatlı mənbələrdən Azəri Səsi qəzetinin redaksiyasına daxil olmuş xəbərə əsasən, bir neçə gün əvvəl Azərbaycan prezidentinin yanında Təhlükəsizlik Şurasının gizli müşavirəsi keçirilib və erməni işğalı altında olan bir neçə yaşayış məntəqəsinin geri alınmasına əmr verilib. Əldə etdiyimiz məlumata əsasən Azərbaycan ordusu Qarabağda hücuma keçib. Şiddətli döyüş nəticəsində milli ordumuzun bölmələri
itkilərlə geri çəkilib və üstəlik öz mövqelərini də əldən buraxıb. Nəticədə erməni silahları 3 Azərbaycan kəndini nəzarət altına götürüb. Əziz dostum, eşitdim ki, balaca bir problemlərim var. Həftə sonu günortadan sonra həmişəki yerdə bağlamanı götürə bilərsən. Bu dəfə bağlamada həm də sənin üçün balaca bir məktub olacaq. Firdavsi müəllim, axşamınız xeyir. Sizə e-maillə bir məqalə göndərəcəm. Onu sabahki qəzetlərin birinci səhifəsində yerləşdirin. Sağ olun. Əli müəllim, təcili monitör şöbəsinə göndərirlər. Keçişlər. Abbas, bu qəzeti götür. Sabaha qədər mənə bu qəzetin redaktoru, bir də ki, bu məqaləni yazan müxbir haqqında arayış hazırla. Qəzetin bundan əvvəlki buraxılışlarını nəzərdən keçir və bu yönümlü məqalələrin olub-olması haqqında mənə məlumat ver. Qəzetin təsisçisi və maliyyə mənbələrini araşdırmağı yaddan çıxarma. Sualın? Hər şey aydındır, cənab general. Azadsan. Məmmədov, gəl baxaq görə o nə diskdir elə. Cənab general, keçən həftə ərzində şimal sərhədində separatçı Sadval hərəkatı üzvlərinin kütləvi şəkildə sərhədi keçib, Qusar şəhərində məskunlaşması müşahidə olunurdu. Son günlər bizə gələn əməliyyat məlumatlarından görünür ki, Qusarın mərkəzi meydanında ara sıra insan kütlələri toplaşır. Rusiya televiziyası müxbirləri də həmin yerdən reportajlar hazırlayıblar. Dünən də Rusiya kanalına nümayiş elətdiriblər. Bu da həmin reportajdan video yazıdır. Deyirlər, Azərbaycan inkişaf edir və dünyada birinci yerdədir. Çox gözəl, çox pakizə, lakin biz lezgi xalqı çox çətin vəziyyətdə yaşaya var. Yemək yoxdur, içmək yoxdur, hər şey çox bahadır can qardaş. Bizim lezgi dilində bir dənə də olsun universitetimiz yoxdur. Televiziya kanalımız yoxdur. Yemək yox, içmək yox. Vəziyyət çox pisdir. Lezgi dilində bir dənə də olsun qazet çıxmır. Lezgi dilində bir dənə də universitet, adi internet nedir ki, o da yoxdur. Elə tələsinlər ki, heç mətnlər də dəyişmirlər. Tamam yoxdur deyə aylarla Elə 1993-cü ildə döyüşlərdə həlak olmuş oğullarımıza bir Məmmədov, bəli. Bildiyimə görə sən də ləzgisən. Ləzgiyəm. Doğrudan mı sizin heç bir qəhrəmanınız heykəli yoxdur? Ya ümumiyyətlə qəhrəmanınız yoxdur? Niyə yoxdur Əli müəllim? Qusarın ən görkəmli yerində xalqımızın qəhrəman oğlu Mahmud Əbilova böyük bir heykəl ucalır. Həm də Qusarın baş meydanı onun adını daşıyır. Məmmədov, belə elə. Ən yaxşı əməliyyatçıları ora göndər. Və həftənin axırına qədər mənə orada su bulandıranlar haqqında məruz elə. Oldu. Azadsan. Malik, nə fikirləşirsən? Bütün bu hadisələr sənə heç nə demir. Bilsən, hadisələrin bu cür gedişatını yadındadırsa 93-cü ildə də bu cür müşahidə eləmişdik. Onda da indiki kimi şimalda, cənubda, elə Qarabağda da vəziyyət çox gərgin idi. Düzdür. Axır ki, təhlil öyrətdim sənə. Bəs bu hadisələrin senari müəllifləri kimləridir? Ermənilərlə rusların əks kəşfiyyatı. Tamamilə doğrudur. İndi isə çətin bir sual. O illərdə bu hadisələr nə ilə nəticələnməli idi? Zorik Babayan. Sağ ol. İşi adamsan. O zaman bu hadisələrlə güc strukturlarının diqqətini zəiflədib, Bakıda Heydər Əliyevə qarşı sui-qəsd hazırlamışdılar. Zoriki də bu işi həyata keçirmək üçün Bakıya göndərmişdilər. Onda bizim uşaqların səyi ilə sui-qəsdin qarşısı alınmışdı.
Nəzərə alsaq ki, bu ildə prezident seçkiləridir, onda hər şey üst-üstə düşür. Deməli, prezidentə suiqəst hazırlanıb. Çekilin! Dayanın! Ne edirsiniz? Bırakın kocaları! Ne danışırsan komandir? Hiç bilirsen bunlar kimin valideynleridir? Bunlar o uğraşın. O alçağın valideynleri ki, Sıkavet'te 3 çaylanı diri diri yandırdı. Hamile kadını zorladı. İçalatını yarım çıkarttı. O uğraşın. O kırancığın soyup babayanın valideynleridir. Ya sen emrimi anlamadınız. Geri çekilin. Götürün bunları aparın müstəba. Əsirlikdə qalan meyidlərimizə dəyişərik. Azərbaycan əskəri heç vaxt arvad uşaqla vuruşmur. Biz onlar kimi bir namus, bir qeyrət deyilik. Axı niye böyle olmalıdır? Axı niye biz həmişə dirilərinin önləri değişirik? Niye? Birincisi, senden fərqli olarak pozisiyadaki bütün əsgərlərimiz ölüb. İkincisi ise benim için Azerbaycan askerinin meydi diri Erməniden kat artıqdır. Anladın? Eğer anlamadınsa seni de meyitlerden Bakıya gönderəm. Gerek yok. Valideynlerin ona qaytarandalı var idi. Düz mənim nişangahımdaydı onun için. Ben seni tanıyırım. Sen Ali'sen. Benim valideynlerimi ölümden kurtaran. İnşallah buna göre pişman olmayacağım. Gelin düşürün. Ben sana borçluyum. Siz onsuz da her şey bize borçlusunuz. Zorik Babayan. Ha. Zorik Babayan. Hele bu istikamette de işlemeye lazımdı. Çok kan tutturdu bize. Bu defa onu elden bırakmak olmaz. Diyelim ki göresen oyunlarda da ha? Salam qaqaş. Aleykümselam. Bakıya apararsın ha? 50 manat versen lap Yerevana da apararam. Hele Yerevan'dan gəldim də Bakıya gedirəm. Apararsan ha? Otur.
Arif Baron Naxatar. Salam cənab prezident. Salam. Necəsən Serj? Yaxşıyam. Deməli, nümayiş iştirakçılarından 40 nəfər saxlanılıb, dindirilir. Sizin dedikləriniz düz çıxdı. Hamısı bir ağızdan xaricdən maliyyələşdirildiklərini etiraf ediblər. Lakin bu pullar tamamilə qanuni yolla, qrant və ya digər şəkildə onlara verilib. Bəs bizim diaspora? Onların da pulları var. Lakin bizdən fərqli olaraq, onlara bütün vəsaitlər elə həmin qrant şəklində təqdim olunub. Bir çox müxalifət fəalları yaxalanıb. Onların üzərində bizim uşaqlar işləyir. Elə bilirəm, ən azı 60% çıxandan sonra bizə işləyəcək. Bəs əsas küçüyü necə? Tutdunuz? Ona dəyə bilmərik. Çünki Amerika, bütün qərb, beynəlxalq müşahidəçilər işin içindədirlər. Zərər yoxdur. Bu müşahidəçilər burada ömürlük deyirlər ki, bir də ki, bizə sataşanların aqibəti həmişə pis olur. Aqibəti pis olur dedin, yadıma Zorik düşdü. Bu dəliqanlı Qarabağda təşkəsi pozub, dinc Azərbaycanlıları güllələyib. Azərbaycanın şimalında danışıldığı kimi, əhalinin narazılığı yerlərdə piketlər şəklində özünü biruzə verir. Azərbaycan müxalifəti baş verən hadisələrdə ölkə rəhbərliyini günahlandırır. Bir sözlə, hər şey plan üzrə gedir. O ki qaldı Zorikə, məndə olan məlumata əsasən, o artıq Bakıdadır. Amma danışdığımız kimi. Bu Zorikin axırıncı əməliyyatı olacaq. O Yerevana qayıtmamalıdır. Nə etmək lazımdırsa, özün yaxşı bilirsən. Hər şey nəzarət altındadır. Yanvardı, qaqaş çatdıq. Bilirəm. Götür haqqımı. Baxsan qaqaş, Azərbaycan manatıdır. Biraz da evroya oxşayır. Bu ermənilərin başına daş düşsün. Qarabağ məsələsi olmasaydı, evro bizim manata oxşayardı. Alo? Alo? Eşidirəm. Alo? Buyurun, alo? Kim idi? Bilmirəm, dinmədilər. Yəqin səhv düşüblər. Ola bilər. Amma nədənsə axır vaxtlar hamı səhvən bizim nömrəni yığır. Ata, şəhərdə yeni konferans sərgi açırıq. Adı da belə olacaq. Günahsızlara qarşı terror. Yəqin bizim hökumət haqqındadır, hə? Yox. ABŞ-da, Bosniyada, Xocalıda və digər yerlərdə baş verən terror və soyqırımlar, vəhşiliklər haqqındadır. Bir sıra ölkələrdən nüfuzlu ictimai xadimlər dəvət olunub. Mən həmin konferansda Xocalı soyqırımı və Qarabağda ermənilərin törətdiyi digər etnik təmizləmələr və terroru haqqında mühafizəçiyəm. Deməli, fəxr eləməliyəm, hə? Qızım, nə etdiyini yaxşı fikirləş. Bütün bunların nə faydası? Onsuz da bunlara görə heç kim çox sağ ol deməyəcək. Ata, yenə başladın. Bu hər birimizin borcudur. Vətən qarşısında. Çingiz Mustafayev kimi oğullarımız bu yolda canlarından keçiblər. Bizə nə gəlib? Susmamalıyıq. Qoy bütün dünya həqiqəti bilsin. Dünya? Dünyanın burada yalnız bir marağı var. O da neft, qaz və bizim başqa təbii sərvətlərimiz. Onların bu demokratiya oyunları
bizə təzyiq eləyib. Neftimizin, qazımızın qiymətini aşağı salmaq üçün lazımdır. O ki, qaldı bizimkilərə. Onlara bilsən nə lazımdır? Vəzifə, rüşvət, xarici bayinlərdə hesablar, evlər, villalar, maşınlar, çoxlu bahalı maşınlar. Bədbəxtlər. Bax, bu da onların istədikləri. Mən bunları onların üçün yox, vətənim üçün eləyirəm. Vətən? Mən boyda professoru institutdan çıxardanda, işdən qovanda, yerimə rektorun bilsavad qohumunu qoyanda, belimə siyasi damğı yapışdırıb 5 il qazamatda çöldəndə haradaydı o vətən? Haradaydı o xalq? Mənim həyat yoldaşım, sənin anan. Bütün bu dərdlərə dözməyib, dünyasını dəyişdi. Mən bunu onlara heç vaxt bağışlamaram. Ata, mən sənin kədərini anlayıram. Amma bu kədər vətənə qarşı nifrətə çevrilməməlidir. Başa düşə bilmirəm. Axmalar hardan bilirlər ki, Zorik Bakıdadır, hə? Bu onların işidir, paxıllıq eləmə. Əsas odur ki, bu məlumat bizdə var. Söz veriblər, yarım saatdan sonra axırıncı şəkilləri gətirəcəklər. Həmin qəzetin redaktoru əvvəllər başqa yerdə işləyir. Azəri səsini isə cəmi 3 ay əvvəl açıb. Fikrimcə, prezident seçkiləri ərəfəsində təxribat fəaliyyətini həyata keçirmək üçün. Bu müddət ərzində qəzetdə dərc edilən başqa məqalələri də izlədik. Çox qəribə məqalələr var. Yenə yalan, böhtan və şayə. Məlumatlar həqiqətə uyğun olsa da, mənbələri aydın deyil. Qəzet demək olar ki, hər gün ordumuza kölgə salan materiallar dərc edir. Üstəlik cəbhə xəttindən elə informasiyalar verir ki, bu detalları yalnız erməni tərəfi bilir. Redaktor nəzarət altına alınıb? Xeyr, əmri gözləyirik. Necə yəni əmr gözləyirik? Bugündən həm onun, həm bütün redaksiyanın telefonları, internet ünvanları nəzarət altında keçirilsin. Oldu. Bu barədə mənə hər gün məruz olunsun. Bəli. Cənab general, Məmmədov buradadır. Geçsin. Cənab general, çox üzr istəyirəm. Zorik babayanın şəkilləri. Hamıya xəbər verin ki, bugündən gücləndirilmiş iş rejiminə keçirik. Dəyişilib. Şəkilləri çoxaldıb adamlarımıza paylayın.
Alo, profesör. Axşamınız xeyir. Daha doğrusu gecəniz xeyir. Danışan Beydullah Fətullayevdir. Narahat eləmədim ki. Eşitdim sabah banket verirsiniz. Xaricdən gələn qonağınızın şərəfinə. Gələcəm. Mütləq gələcəm, profesör. Bu münasibətlərlə sizin üçün bir hədiyyə də hazırlamışam. Oldu. Sağ olun. Nadir şəkillər. Sözün düzü, telefonda səsizi eşidəndə inanmadım. Yadınızdadırsa, Washingtondan gələrkən bizim orada təşkil elədiyimiz sərgini görə bilmədiyinizdən heyfslənmişdiniz. Mən də fikirləşdim ki, bu şansı heç itirmək istəməzsiniz. Bir də ki, mənə psixoloq rəyi lazımdır. Təəssüf ki, mənim çıxışımı konferansda eşitmədiniz. Amma eybi yoxdur. Gəlin sizə öz ekspozisiyaları tanış edeyim. Baxın, Xocalıdır. Rəhmətli Çingiz Mustafayev çəkib. Bu şəkilləri bugünə də heç kim görməmişdi. Anası Naxış xanımdan almışam. Görün. Rəhmətli erməni əskərlərinin vəhşiliyini necə kadra ala bilir? Bu isə Kəlbəcərin kilsəli kəndi. Yox, Bağanis ayrımdır. Düzdür, Bağanis ayrımdır. Orada erməni quldurları bütün sakinləri öldürüb kəndi tamamilə yandırmışdılar. Hətta hamilə qadınların qarnlarını yarmışdılar. Bəs siz bunu hardan bilirsiniz? Aynisdə bir veriliş vardı, orada görmüşəm. Çox faydalı sərgidir. Gördüyünüz iş də çox vacibdir. Siz doğrudan da vətənə xidmət edirsiniz. Mən sizin kimi insanlara həmişə qübdə eləmişim. Bu sözləri mənim atama deyin. O mənə və mənim ideyalarıma heç inanmır. İnşallah atanızla görüşəndən sonra deyərəm. Amma adət ənənəyə görə atanızla görüşməzdən əvvəl qızın özü ilə yaxından tanış olmaq. Məsələn, onu şam yeməyinə dəvət eləməyin də yeri var. Sərgidən sonra mən sizi restorana dəvət edirəm. Sizə öz uşaqlığımdan danışaram. Çox böyük məmnuniyyətlə. Natavan, haradasan? Bütün sərgini sən axtarıram. Nə oldu? Tez gəl, xanım gəlib. Nə gözəl, nə yaxşı. Gedin, mən indi gəlirəm. Siz məni üzürlü hesab edin, mən qaçmalıyam. Bilin ki, mənim bugün ən əziz qonağım sizsiniz. Bir də ki, restorana mən sizi dəvət edəcəm. Siz axı mənə öz psixoloq rəyini vermədiniz, sağ olun. Eyni zamanda yetməliyik ki, körpünün istifadəsi bu ayın 23-dən nəzərdə tutulur. Yatmısan nədir? Zorkin şəkillərini bütün polis bölmələrinə şəxsən paylamışam. İndi də televizor yandır, INS-dən xəbərçiyə bax. Arkasındakı binaya fikir ver. Düşünürəm ki, snayper üçün çox yaxşı pozisiyadır. Ola bilər. Amma bu təsadüf də ola bilər. Hər halda sabah bu versiyanı yoxlayarıq. Yaxşı, gecən xeyrə qalsın. Sabaha dək. Xeyrə qal. Ay qız, dur. Görüləsi xırdı işlərimiz çoxdur, dur. İnanmıram ki bu gece gördüğümden de xırda neyse görürüm. 10 dəqiqədən sonra səni foyada gözləyirəm. Çalış, gecikməyəsən. Vaxtında gəlsən, pulunu 2 qat artıracağım. Bəs 7 dəqiqə gəlsən, 3 dəfə artıq alaram pulumu.
Baxarıq. Bu peşə mənlik deyil. Gecə at çapırsan, səhər də it kimi qulluq edirsən. Qayıdacam zavoda. ...218-ci oda. Şudur, Zakir babası. 218-ci oda. Geldin. Haydi gidelim yavrum. Benim meleğim. Tələsmək zorundayız. Sən mənim türksən? Gel görüm köpek kızı. Köpək qızı? Elə bilirdim bu söz ancaq Azərbaycanlılar deyir. Taksi! Necə də yaraşır? Nə yaraşır? Mənə öz-özümlə danışmaq yaraşır ya yox? Bax, sənə sual verir. Sen ne prokurorsan, ya dil otayım sana. Bu da senin halal zəhmət haqqın. Bir neçə gün işləməyə Akşam aklına ne geldi? Sence Zorik Körpünün açılış günü hansısa bir binanın damına çıkıp gülle atabilir? Ve sence Zorik Bakı'ya dincəlməyə gəlib? Əməliyyatçılar bu səhər Zorik oxşar birini görürlər. Zorik oxşayan? Bence nəinki Azərbaycanda. Heç dünyada Zorik oxşayan ikinci adam ola bilməz. Yoxlamalar nəticəsində məlum olub ki, bu Türk vətəndaşıymış, yoldaşı ilə istirahətə gəlib. Harda olursansa ol, niyyətini ürəyində qoy.
Deməli körpü sabah açılır, ha? Bəli, gün ortadan sonra. Deyirəm, bəlkə o bizi çaşdırmaq istəyir, hə? Hər ehtimala qarşı uşaqlara tapşırdım ki, gözdə qulaqda olsunlar. Ətrafı qarış-qarış gəzib axtarsınlar. Nəyi axtarsınlar? Zorik partladıcı deyil, o sənin kimi snayper. Amma ehtiyat igidin yaraşırıdır. Salam. Salam. Və Sabir dayı hardadır? Sabir dayı artıq pensiyaya çıxıb. Bəs professor necə evdədir bilmirsiniz? Bəli, evdədir Beydullah müəllim. Salam. Keçin. Axşamınız xeyir professor. Ağa gəlmiş. Keçin. Yeri gəlmişkən tanış olun, Zakir müəllim. Çox şadam. Beydullah. Əyləşin. Sağ olun. Yazdıqlarınızı oxuyuram. Baltanı lap kökündən vurursunuz. Vaxtımız az. Keçək yaşat məsələyi. Düz təyin olunmuş vaxtda. Nə geç, nə də tez yerində olmalıdır. İndi 19:56. Bir bütün mənzilləri yoxlayacaqlar. Odur ki, gözəl qızınla birlikdə evdə olmağınızı məsləhət görürəm. Zakir müəllim, bəs siz əminsiniz ki, prezidenti bir gülləylə öldürə biləcəksiniz? Axı, məsafə çox uzaqdır. Siz vaxtında silahı dama qoyun, sonrası mənim istifadə edəcəyim güllərin işidir. Sizə bir balaca sir açım. İstifadə edəcəyim güllər məhz İlham Əliyevcikdir. Hara atıram saatım, gedib öz sahibini tapacaq. Prezident sağ qalsa bay bizim olmaz. Evdə bizdən başqa kimsə var? Yox. Qızım Heydər Əliyev fondundan. Erməni vəhşilərinə dair konferansa hazırlaşır. Yaman yaraşırsan kresloya. Ya gərək kreslonu sənə satım, ya da ki qalasın həmişəli evimdə. Hı? Bu çox ciddi söhbətdir. Əgər sən məsələni belə qoymusansa, qorxuram
Çıxıram kreslonu almağa. Hər halda axşam əgər qayıtsam, bu barədə söhbət edərik. Bəlkə getməyəsən, ha? Tərbiyəsiz. Necə iş saxlamadı? O kadar da terbiyesiz değil. Sizə kim lazımdır? Reisinizlə danışmalıyam. Məyər mən reisimizdən eybəcərəm? Zarafat yeri deyil. Təcili olaraq reisinizə deyin ki, prezident haqqında məlumat verməliyəm. Belə xırdı işdən ötürü reisi narahat eləmək lazım deyil. Sən öz mobil nömrəni ver mənə. Adını deyil, axşam zənciləşək, görüşək. Bir də o şirkətinin prezidentini mənə göstər, onu iki yerə bölüb atım ayağımın altına. Mən Azərbaycan prezidenti haqqında danışıram. Ha, cəmaat gör kimlə oturub durur ha? Bu dəqiqə, keç. Reis sən. Siz narahat olun. Bu dəqiqə, siz reis hər şeyə eləyəcək. Narahat olun. Buyurun. Ora yox. Bura. Görüm baba. Ha, ne olub? Reis, bir qadın gəl. Qadın? Ne istəyir? Ne bilim, deyir təcilidir. Prezidentlə əlaqədər. Prezidentlə əlaqədərdir, getsin prezident aparatına. Dayan görüm. Qəşəng şeydir. Əla. Çağır gəlsin görüm. Çağır görüm. Salam cənab reis. Məndə bir məlumat var, amma heç bilmirəm necə deyim. Vaxtı da çox az qalıb. Hoş gelmişsin güzel hanım. Geç əyləş. Bir de ki vaxtın burada ne mənası var ki? Sen burada, ben burada. İstəyirsən ola bilər baştan başla. Senin kimi güzel hanımdan vaxt əsirgəmək namərddir. Cənab reis, prezident təhlükədədir. Ona qarşı suiqəst hazırlanır. Gedə bilərsən. Get də. Bu ciddi məsələdir. Nə kəssən? Çay, kofe, kekotu. Buyur, bax. Bu da ləbləbi, qoz, fındıq. Necə deyirlər? Areşka. Bu saat sənə bir çay da süzün. Mən zarafat eləmirəm. Başa düşürsünüz, prezidentimizə suiqəst olunacaq. Atamı da yoldan çıxardıblar. Yəqin aldadıblar, bilmirəm. Qələt eləyiblər, onlar qudurublar. Soyutma, çayını iç. Bir də ki, mən ölmüşəm ki, bizim prezidentimizə suiqəst eləsinlər. Siz deyəsən məni başa düşmədiniz. Prezidentə İlham Əliyevə qarşı suiqəst olunacaq. Bugün təcili bu xəbəri aidiyyəti olan orqanlara çatdırın. Tez, sonra geç olacaq.
29-cu bölmənin rəisi Nurbalayev. Biz çox ciddi bir məsələ üçün gəlmişik. İşlərimizin sonunda 19-cu otalım. Getdik. Qızım, əsas odur ki, biz tez və təcili reaksiya veririk. Bu bizim işimizdir. Biz peşəkarıq. Bizim vəzifəmiz prezidenti qorumaq. Cənab Polkovnik, 29-cu bölmənin rəisi Nurbalayev. Apardığımız axtarış əməliyyatlarında... Təşəkkür edirəm. Siz azadsınız. Xanım, siz də buyurun ardımca. Əli, bax məlumatları gətirən qız budur. Natavan, sən burada nə edirsən? Sən vaxt itirmə, get prezident aparatına, generalın yanına. Bütün məlumatları çatdırın. Oldu. Buyur. De ki, mən də gəlirəm. Oldu. Deyəsən, siz tanışsınız. Bəli, mən cənab doktorla tanışım. Hansı doktorla? Psixologiya elmləri doktoru ilə, Əli müəllimlə. O barədə sonra danışarıq. Buyur əyləş. Danış nə bilirsən. Əli, amma söz ver ki, atama heç bir şey olmayacaq. Axı atanın bu işə nə dəxli var? O ki, professordur. Yaxşı, bir dəqiqliyi ilə hamısını danış. Xaqani, xanımı aparsan evlərinə. Ünvanı özü deyər. Natavan, gedirsən evə, elə bil ki, heç nə olmayıb. Heç kim heç nədən şübhələməməlidir, yaxşı? Anladım, özündən müğayət ol. Getdin. Getdik prezident aparatına. Mən əlaqə saxladım. Prezidentin çıxmasının dəqiq vaxtını heç kəs bilmir. Bütün postlara, mən mərkəzəm. Trassa elan edilir. Gecikdik. Deməli, belə, kəsmək olmasın. Biz ora prezidentdən tez çatmalıyıq. Məni Natavan yaşayan demə, özün tez get açılsın, gör neyindirsən. Belə düşünürəm ki, Avaskil aparata çatmıyor. Biraz zamanı da rabit etmək tutlaşdırılır. Mindən bir şans var. Bir qədər sonra lütfü təmirə sağlayılır. Sakinlər şikayət edeyim, nasazlıq var. Nə qədər çəkər bu təmir? Çox çəkməz, uzağı yarım saat. Bəlkə mən də səndən gəlim. Sən get açılışa, qoyma prezident maşından çıxsın. Cum! Hara gedirsiniz? İşlər. Mən axı sizə deyirəm ki, dayan.
Bugün sen heç yerə gelməyəcəksən. Bugün ədalət günüdür. Və bu ədalət nə səndən, nə də məndən asılıdır. Onu Allah Teala cənabları şəxsən bərqərar eləyir. Bu onun qərarıdır qızım. Sən nə elədiyini bilmirsən. Sən ermənilərlə əlbir olmuşsan. Sənin Zakir müəllim dediyin adam məşhur boyevik, yüzlərlə Azərbaycanlı baş kəsən erməni ordusunun generalı Zorik Babayandır. Nə danışırsan? Bax, xüsusilərən rəis. Nasıl ki, vəsiqəm o biri dönəcək. Yavaş qoyma. Qulaq asın. Prezidentə suiqəst hazırlanır. Tezizlə xəbər verin ki, prezidentə suiqəst hazırlanır. Uzaqlaş qoyma. Bunları robot kimi məşğul etdiriblər. Allah ikiz günahından. Mərkəz. Danışan xüsusi idarənin rəis mavini Malik Əhmədovdur, qəbul. Mərkəz. Prezidentə suiqəst hazırlanıb. Hər an hadisə baş verə bilər. Təcil onu aradan çıxarmaq lazımdır, qəbul. Mənim dediklərim cəfəngiyatdır. Xeyr ata. Siz dünən burada görüşəndə mən də buradaydım. Hər şeydə eşitdim. Suiqəst haqqında bütün məlumatları xüsusi idarəyə vermişəm. Artıq gecdir. Onlar əməliyyata başlayıblar. Nə? Sən nə etdin? Nə oldu? Ata, nə Necə oldu? yəni ermənidir? Ata! Ola bilməz. Ola bilməz. Ata! Elə itirə gedirsiniz ha. Biriniz kulağınızı itirdi. Biriniz de deyəsən qolunu itirdi. Səni tanıdım. Sən Əlisən. 91-də Qarabağda Sırxəməndə mənim valideynlərimi mənə qaytaran adam. Onda mən sənə borclu qalmışdım. Bu əlimi yaralamaqla məni o borcdan azad elədin. İndi sən mənim üçün adi bir Türk tulassan. Nədir? Ağrıdır? Heç də olmaz. Türk'ün canı it canıdır. Sən bir Qarabağı geri almaq istəyənə bax. Siz canınızı qorxusundan əskərliyə gəlmək istəmirsiniz. Səhvim var. Mən artıq canımı Qarabağda qoymuşam. Burası
Prezidentin canını xilas eləmək üçün çıxmışam. Sənsə məqsədinə çatmamış buradan düşəcəksən. Vətən sağ olsun. Sənin də canını başqa bir Azərbaycanlı alar. Məni öldürəcək kişilər hələ anasından olmuyor. Bilirsən niyə? Çünki o anaları mən Xocalıda gəbərtmişəm. Bədbəxtlər, siz yalnız şeir yazmağı bacarırsınız. Odur ki, get Nəsiminizin yanına. Ali benim natama da ölme. Ali kurban ol sana. Hekimler dedi ki hayat için tehlikeli hiçbir organ zedelenmeyip. Dəqiq bilirsən ki, heç bir organ zədələnməyib. Ha, dəqiq. Vacib bir organ zedelenmeyip. Ali! Ne oldu Ali? Tez olun, kan kırıyor. Tez olun, tez olun. Möşem ol kardeş. Yaxşı ol. Sakin ol, sakin ol. Sakin ol. Sakin ol, yaxşı ol. Saxlayın. Natavan. Onda sənə mənim həyat yoldaşı olmağımı təklif edirlər. Aparın, aparın çatdırın.